Dünyada elə bir kitab var ki, 600 ildir mövcuddur, lakin onu heç kim başa düşmür, nə də oxuya bilmir. Nə superkompüterlər, nə də ki, ən yaxşı kriptoqraflar. Tanış olun. Bu, Voyniçin əlyazmasıdır. Hal-hazırda Yale Universitetində saxlanılır. Radiokarbon analizi onun 15-ci əsrin əvvəllərində, təqribi 1400-cü illərin başlanğıcında yaradıldığını təsdiqləyir. Bəs içində nə var? Kitab naməlum bir dildə, tamamilə unikal bir əlifba ilə yazılıb. Amma ən qəribəsi şəkillərdir. Burada reallıqda mövcud olmayan qəribə bitkilər, astronomik cədvəllər və bir-birinə borularla bağlanmış vannalarda çimən çılpaq qadın təsvirləri var. Bu nədir? Qədim bir əczaçılıq kitabı, yad planetlərin mesajı, yoxsa çox mürəkkəb bir aldatmaca? Problem budur. Mətn o qədər mürəkkəb və nizamlıdır ki, məsələn, bəzi hərflər yalnız sözün əvvəlində gəlir. Bu qədər təsadüfi cəfəngiyat ola bilməz. Bu əsl dildir, amma heç kimin bilmədiyi bir dil. Bugünə qədər yüzlərlə nəzəriyyə irəli sürülüb, lakin heç biri sübut olunmayıb. Dünyanın ən yaxşı kod qıranları 2-ci Dünya müharibəsinin şifrələrini qırdılar, amma bu kitabı sındıra bilmədilər. Voyniçin əlyazması bəşəriyyətin ən böyük intellektual sirlərindən biri olaraq qalır. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.